Salam, hər vaxtınız xeyir. Bugün mən sizə magistraturası tədris mərkəzində keçirilmiş sonuncu sınaq imtahanının rus dili fənn üzrə suallarını izah edəcəm. Gəlin ilk növbədə dinləmə suallarından tanış olaq, daha sonra dinləyə və sualları cavablandıraq. Birinci sualımızda qeyd olunur ki, hansı nömrəni kliyent bron etmək istəyirdi, müştəri bron etmək istəyirdi. İkincidə deyir ki, müştəri ə, otağı nömrəni tutmaq istəyirdi. Burada müddətlər verilib, 4 günlüyünəmi, 3 günlüyünəmi və s. Üçüncü bənddə bizdə qeyd olunub səhv olanı, yəni dialoqa nisbətdə yanlış olan ifadəni seçməyimizi. 4-də bizdən soruşur ki, bir nəfərlik ekonom klass otağın qiyməti neçə idi? Və 5-cidə qeyd olunub ki, həmin o a, nəzarətdə olan ərazidə hansı ki yeraltı parkovka var idi, həmin o parkovkada nə daxil idi? Məsələn, burada deyir ki, heç bir dənə yer də belə daxil deyil, iki parkovka yeri daxil idi. Üçüncüdə deyir ki, əvvəlcədən ödəniş olunsaydı, bir yer olardı götürmək, bir yer olar əgər daimi müştərilər üçün ancaq və Y variantında sadəcə bir parkovka yeri daxil idi həmin qiymətə. Gəlin indi biz dinləyək və dinlədiyimizə uyğun cavablandıraq suallarımızı. Здравствуйте, гостиница «Апшерон». Здравствуйте. Я бы хотел забронировать номер на 4 дня с 26 марта. İndi burada biz başa düşürük ki, qastinca Abşerondur, bəli və 3 nömrəli sualda A variantı düzdür. Ki, bura hansı deməli otelə müraciət etmişdi, Abşeron otelinə müraciət etmişdi. Здравствуйте. Я бы хотел забронировать номер на 4 дня с 26 марта. Burada qeyd olunur ki, müştəri deyir ki, mən 4 günlük, на 4 dня хочу забронировать номер. Deməli, neçə günlük bron eləmək istirdi? İkinci sualımızın cavabı A variantı. 4 gündən на 4 dня. Конечно, какой номер вы бы хотели? Мне нужен одноместный номер. Bir nəfərlik yer, Эконом класса. ekonom klass bir nəfərlik yer istəyir. Müştərinin istədiyi yer ekonom klassdır. Demək ki, Есть ли свободные комнаты ekonom klass olduğuna görə birinci sualımızın cavabı da C variantıdır. на эти даты? Да, есть несколько свободных номеров. Сколько будет стоить такой номер на 4 суток? Стоимость одноместного номера экономического класса 100 манатов за ночь. Deməli, bir gecə üçün qiyməti 100 manatdır. Demək ki, bir nəfərlik ekonom klass yerin qiyməti bir gün üçün 100 manatdır. Və burada dördüncü sualımızın cavabı B-dir. Burada siz 400 manatda ifadəsi eşidirsiniz. Daha doğrusu 4 günlük soruşur müştəri. Deyir ki, 4 günə neçə olacaq? Amma xanım qeyd edir ki, 100 manatdır qiymət. Yəni bir gün üçün 100 manatdır. Bizə də lazımdır. Bir orada sualda qeyd olunmayıb 4 günlük neçə idi. Sualda qeyd olunub ekonom klassın qiyməti neçə idi bir nəfərlik? 100 manat. 100 manat qeyd olunduğu üçün biz A variantını yox, B variantını seçməliyik. То есть 400 манатов. Отлично, меня это устраивает. На какое имя надо забронировать номер? На Александра Иванова, пожалуйста. В какое время вы планируете приехать в гостиницу? Я планирую прибыть около 7 вечера. Отлично, ваш номер будет готов к этому времени. Я хочу приехать на машине. Maşında gəldiyi var. Üçüncü sual C variantı da bizdə düzdür. A variantı da düz idi. Входит ли парковка в стоимость номера? Да, в стоимость входит одно парковочное место на Deməli, bir parkovka yeri daxildir. 5-ci sualımızın cavabı ona görə Y variantıdır. охраняемой подземной парковке. Я бы хотел получить номер, в котором окна не будут выходить на проезжую часть. Хочу, чтобы в комнате было тихо. İstəyirdi ki, otaqda sakitlik olsun. Üçüncü bəndin B variantı da doğrudur. D variantı avtomatik səhvdir, çünki biz dedik ki, bir parkovka yeri daxildir. D variantında üçüncü sualda isə qeyd edir ki, burada parkovka yeri daxil deyil. Və beşinci bəndimiz Это возможно? Да, мы учтем ваше пожелание. Прекрасно. Большое спасибо. Спасибо, что позвонили в гостиницу «Апшерон». До свидания. До свидания. Y bəndində isə orada qeyd edir ki, yəni otelin şərtləri müştərini qane edirdi. Orada bəli səsləndirir ki, dayıtı меня устраивает və ümumilikdə əgər otağı bron edirsə, aydın məsələdir ki, onu bu şərtlər qane etmiş olur. Keçək yazılı mətnlərin, sualların cavablandırmağa. Ekologiya mətni 6.1-ci sualda deyir ki, ekologiya bu bir elmdir. Biz bunu mətnin ilk cümləsində elə görürük. Sonra mətndə qoşmalarla olan konstruksiyalar var.
Qoşmasız bir mətn ümumiyyətlə çətin məsələdir yazılması. Elə məsələn o qoşması, s qoşması, v qoşması bunlar hamısı qoşmalardır və qoşmalarla konstruksiyalardır. Bəli, belə konstruksiyalar var. Ona görə də biz bunu A variantı olaraq götürürük, qeyd edirik. 6.3-cü sualımızda deyir ki, mətndə terminlər istifadə olunur. Heç bir şey baxmasam elə ekologiya sözü və yaxud da orada elmlərin adları çəkilib, hansı ki, bunların hamısı terminlərə aid edilir. Ona görə də bəli, mətndə terminlərdən istifadə olunub. 6.4-də qeyd edir ki, mətn elmi üsluba aiddir. Mətn elmi üsluba aid deyil. Bəli, elmi üslubun özəlliklərindən biri orada terminlərdən istifadə olunmasıdır, amma bu publisistik üslubda da istifadə oluna bilər. Elmi üslub elə bir dildə yazılır ki, o ancaq hansısa bir ixtisas sahəsinin nümayəndələr tərəfindən aydın başa düşülən şəkildə olur. Orada çox uska profilli sözlərdən istifadə olunur. Yəni sırf bir dar profildə istifadə olunan sözlərdən, hansı ki, məsələn, o ixtisasdan anlayışı olmayan insan onu anlamayacaq. Bu mətni isə siz oxuyursunuz və rahatlıq anlayırsınız. Bu, ona görə elmi üslubda yazılan bir mətn deyil. Həmçinin elmi üslubda hər hansısa bir arqument gətirilirsə, onun mütləq şəkildə sübutları, həll yolu və s. indi elmdən asılı olaraq göstərilir. Bu mətndə biz onları görmürük. Ona görə də bu elmi üsluba aid mətn deyil. 7-ci sualda bizdən işarələnmiş sözün mənasını soruşur. İşarələnmiş söz abitat. Abitat yəni hər hansısa bir yerdə yaşamaq, həyat sürmək. Ona görə bizim cavabımız olacaq D variantında живут sözü. Думают düşünürlər, переселяют köçürürlər, migрируют köçürlər, miqrasiya edirlər, yəni получают alırlar. Bu sözlər bizə uyğun deyil. 8-ci bənddə bizə deyir ki, bu cümləni tamamlamamızı istəyir. Духовным развитием народа общества является. Birinci gəlin bu cümləni tapaq, sonra mən sizə tərcüməsini qeyd edim. Aha. Свидетельством уровня духовного развития народа общества. Biz bunu gördük və bundan əvvəl hansını görürük? Литературный язык служит свидетельством уровня духовного развития народа общества. Cümlə budur. Cümlə bundan ibarətdir ki, sadəcə sualda tərsinə qoyulub. Ədəbi dil xalqın və cəmiyyətin mənəvi inkişafının səviyyəsinin sübutudur. Və eyni cümlə bizim 8-ci sualımızdadır ki, xalqın və cəmiyyətin mənəvi inkişafı hansı dildir? Ədəbi dildir. 9-cu bənddə bizə uyğun olanı istəyir. Взаимодействие живых организмов и их сообщества между собой изучает история. Baxaq demək. Bu ekologiyadır. Baxın, ekologiya haqqında yazıb, amma tarix adını qeyd edib və bu bizdə yanlışdır ona görə. B variantında deyir ki, ekologiya bugün müxtəlif bir növ disiplinlərə bölünmüşdür və biz bunu görürük. Qeyd olunub ki, baxın, ekologiya hansı ki bugün bir neçə disiplinlərə bölünüb, ümumi ekologiya, aqroekologiya və s. Bu deməli düzgün variantdır bizdə. Elə bu variantı bizim düzgün variantımızdır. Burada qeyd olunur ki, dünyada bütün varlıqlar, bütün canlılar öz ölümü ilə barışıqdır. Belə bir cümlə ifadə olunub. Mətndə isə qeyd olunub ki, istənilən bir canlı kimi dünyada heç bir canlı, yəni ölümlə niyə может мириться, barışa bilmir. C-də yazıbsa barışa bilir. Sonra bu cümlə утрата природе до известных пределов нельзя восстановить. Nельзя восстановить. Burada isə yazılıb ki, восстановимо, yəni bərpa olunandır. Sualda isə yazır bərpa olunmağı mümkün deyil. E variantında deyir ki, ekologiya və təbiət arasında təbiət ekologiyası arasında və mədəniyyət ekologiyası arasında çox böyük bir uçurum var. Belə bir cümlə deyir. Burada isə qeyd olunur ki, təbiətin ekologiyası və mədəniyyət ekologiyasında keçilməz bir uçurum ola bilməz. Ona görə E variantı da səhvdir. 10-cu sualda bizdə düzgün olanları istəyir. Birinci bənddə qeyd olunub ki, deqradasiya pisləşmə, nə isə pisləşməsi prosesidir.
tədricən pisləşməsi və məhv olması, yox olması prosesidir. Bəli, bu düzgündür. Aqroekologiya ekologiyanın bölmələrindən biridir. Biz burada yuxarıda dedik, bəli ki, ekologiya bölmələrə bölünür və aqroekologiya bu hissədə onun bölmələrindəndir. Və üçüncüdə deyir ki, mədəni və mənəvi dəyərlər asanlıqla bərpa olunur. Burada qeyd olunub ki, bəli. Baxın, burada deyir ki, təbiətdə itkilər müəyyən qədər deyir, onlar bərpa olunandır. Ə, Deyir, mənəvi dəyərlər isə bu başqa bir söhbətdir. Onlar çox tez bərpa olunurlar. Onlar bərpa olunurlar, düz istəyirəm, onlar bərpa olunurlar və yaxud da onlar çox çətinliklə bərpa olunurlar. S большим трудом. Baxın, belə bir cümlə yazıb. Çox çətinliklə bərpa olunurlar. Burada isə yazıb ki, lегко восстанавливаются, asan bərpa olunurlar. 3 ona görə yanlışdır bizdə. 4-də isə qeyd olunub ki, dil ədəbi ə, dilin açarıdır. Ə, Burada belə bir cümlə biz rast gəlmirik. Ona görə 4-də bizdə yanlışdır. Sonra növbəti mətnimizə keçirik. Pinqvinlər haqqında olan mətndir. 11.1-də deyir ki, pinqvinlər 25 ildən çox yaşayır. Не более 25 лет. 25 ildən çox yaşamır. Не более, mətndə isə yazıb более. Ona görə yanlışdır. Sonra sudan fərqli olaraq deyir, quruda pinqvinlər birlikdə sürü şəklində gəzməyi üstün tuturlar. Burada isə belə bir cümlə var ki, pinqvin не только в воде, yalnız suda deyil, həm də quruda. Bu demək ki, həm suda, həm quruda onlar sürü şəklində gəzməyi sevirlər. Demək, həm suda, həm quruda. Sualda isə yazır ki, sudan fərqli olaraq quruda. Elə çıxır ki, yalnız quruda onlar sürü şəklində olurlar. Suda sürü şəklində olmurlar. Ona görə 11.2-nin cavabı yanlışdır. Pinqvinlər dinozavrlarla eyni dövrdə yaşayıb. Bəli, bu doğrudur. Çünki bizim birinci cümləmizdə yazıb ki, pinqvini, вероятно, одни из самых восхитительных существ на Земле. Okey. Pinqvinlər uça bilməyən quşlar silsiləsinə aiddir. Hesab olunur ki, pinqvinlər 70 milyon il əvvəl yaranmışlar. Hətta onlar dinozavrları da görüblər. Dinozavrları da görüblərsə, deməli, dinozavrlarla eyni dövrdə yaşayıblar. Və 11.3-ümüzün cavabı A variantıdır. Sonra burada qeyd olunub uçan quşların fəsiləsinə aiddir. Xeyr, не летающих. Burada yazıb ki, uça bilməyən, не летающих. 12-də biz sadəcə mətndə qeyd olunan faktları ardıcılığı ilə düzməliyik. Yəni, burada sadəcə cümlələr ardıcılığı. Məsələn, Galapagoskin pinqvini живет на ekvatoru. Məsəl üçün, belə bir cümlə. Burada Galapagosski ekvatorda yaşadığı qeyd olunub. Sonra Korolevski pinqvin haqqında danışır. Burada imperatorski pinqvin. Korolevski pinqvin. Sonra bizdə gəlir Papuaski pinqvin haqqında danışdığı. Papuaski pinqvin ardıcılıqla gedir. Родительский живот является хорошим убежищем для детенышей. Bu cümlə. Papaski pinqvindən sonra biz görürük. 4-cü bənd родительский pinqvin является хорошим убежищем для детей, детенышей. Так. Buyurun, burada belə qeyd olunub ki, adətən deyir, atalar yumurtanı ayaqlarının arasına qoyurlar və onu öz qarınlara örtürlər ki, həmin o yumurtalar donmasın. Və həmçinin burada da qeyd olunur ki, yəni bu onu ifadə edir ki, bəli, valideynin, yəni atanın qarnı onların üçün təhlükəsiz bir yerdir. Və növbəti bəndimiz 2-dir. 2-də deyir, dimdikləri və üzgəcləri pinqvinlərin onların müdafiə üçün silahlarıdır.
silahlarıdır. Həmçinin bu qarın söhbətində burada da qeyd olunub ki, körpələr, həmin uşaqlar soyuqdan qorunmaq üçün valideynin qarnında gizlənirlər, özlərinə sığınacaq tapırlar və sonuncu dimdik və ə, üzgəcləri haqqında isə burada qeyd olunub ki, onların silahlarıdır. Sadəcə burada ardıcıllıqla cümlələri biz düzürük. Növbəti sualımız 13-cü sualdır. 13-cü sualda brüxa sözünün, burada işarələnmiş sözümüz brüxadır. Brüxa sözünün mənasını soruşur. Brüxa sözünün mənası qarındır. Brüxa burada qeyd olunub, qarın hissə. Buna görə cavabımız живот. Живот. Spina bel, плечо çiyin, nogi ayaqlar, ruki əllər. 14-də bizdə mətnə uyğun olanı istəyir. Qeyd olunub ki, ratsion razных видов сильно отличается. Müxtəlif növlərin rationu kəskin şəkildə bir-birindən fərqlənir. Belə yazıb. Burada qeyd olunub ki, deyir, əgər yaşayış yerlərinə görə müxtəlif növlər fərqlənsələr də, onların rationu bir qayda olaraq Если разные виды делят между собой одну среду обитания, то их рацион, как правило, не различается. Не различается. Fərqlənmir. Mətndə isə qeyd edir ki, fərqlənir. Сильно различается. Çox fərqlənir. Sonra, пингвины при помощи крыльев и ног так быстро скользят на снегу, что их трудно догнать. Deyir, onlar öz qanadları və ayaqların vasitəsilə elə tez hərəkət edirlər ki, onları çətindir onları tutmaq, onların ardınca qaçmaq. Çətindir. Burada qeyd olunub ki, deməli burada qeyd olunub. Tak, deyir qarınlarını uzanırlar və qanadlarını və ayaqlarının köməyi o qədər tez hərəkətlidirlər ki, onları trudno dogнать, onların arxasını, onları tutmaq çox çətindir. Həmin cümlədir, trudno dogнать. Su altında qışqırıqlar vasitəsilə bir-birindən ünsiyyət qururlar. Burada yazıb ki, quruda, na sushi. Suda isə səs çıxarmırlar ümumiyyətlə. Burada qeyd olunur. Sonra D variantında Korolevski pingvinin boyu insan boyuna gəlib çatır. Korolevski pingvin haqqında biz görürük burada. 1 metr deyir, 1 metr. İnsan boyuna çatdığını isə qeyd etmir. İnsan boyuna çatdığını imperatorski pingvin haqqında deyir. Korolevski pingvin haqqında isə deyir ki, sadəcə 1 metrə çatır onun boyu. Ona görə bu da bizdə yanlışdır. D variantında, E variantında pingvinlər uça bilməklərini çox yaxşı üzürlər. Belə bir cümlə ümumiyyətlə mətndə yoxdur. Uça bilmədiklərinə görə yaxşı üzürlər. Belə bir cümlə yoxdur ümumiyyətlə mətndə. Sonra 15-ci bənddə cavabı olmayanları istəyir. Hansı suyu içirlər pingvinlər? Pingvinlər dəniz suyu içirlər. Burada qeyd olunub. Hansı pingvinlər yaxın qohumdular? Burada qeyd olunur. İmperatorski pingvin və onun qohumu Korolevski pingvin. Yaxını, yəni. Sonra üçüncü, hansı özəllik pingvinləri görünməz edir? Görünməz edir. Demək ki, ağ-qara rəngləri onları demək olar ki, görünməz edir. Niyə açkova pingvinlər ekvatorda yaşayır? Burada qeyd olunub ki, bəli, açkova pingvinlər ekvatorda yaşayır. Belə bir cümlə var. Amma niyə yaşadığı qeyd olunmayıb? Burada sadəcə deyir ki, bəli, Açkova Galapagosski, yəni ekvatorda yaşayır. Amma niyə ekvatorda yaşayır? Bunun səbəbi yoxdur. Bizə lazımdır səbəb. 4-cü sualımızın ona görə cavabı yoxdur. Niyə pingvinlər ancaq cənub qitəsində yaşayırlar? Belə bir məlumat da yoxdur. Yəni bunun cavabı da bizdə mətndə yoxdur. Ona görə cavab olmayan suallar 4 və 5-dir.
16-da deyir ki, şərqdə səma qaralmağa başladı. Biz tamamlamalıyıq. Qaralmağa başladı. Sanki deyir ay çıxmışdı. Çünki günorta idi. Günəş çıxan kimi D variantda deyir ki, baxmayaraq ki, günəş hələ deyir üfüqə getməmişdi, yəni batmamışdı. Baxmayaraq ki, yağış yağdı. Ən məntiqlisi D variantıdır ki, şərqdə artıq hava qaralmağa başlamışdı. Baxmayaraq ki, günəş hələ deyir üfüqə düşməmişdi, yəni batmamışdı. Bizim cavabımız bu olar. 17-də A variantı bizdə yanlışdır. Nəyə görə? Semira toplu saydır. Toplu sayların bir qaydası var ki, qadın cinsində olan isimlərlə yanaşı işlənə bilməzlər. Bu da studentka sözüdür, qadın cinsidir. Ona görə A variantında səhv var. Qalan variantlarda heç bir səhv yoxdur. 18-də dıva və oba sözləri hansı sözlərlə işlənir? Bizdən bunu soruşur. Dıva və oba sözləri kişi cinsindən işlənməlidirlər. Ya kişi ya da orta cinsdən işlənməlidir. Ona görə biz seçəcəyik kişi və orta cinslərini. İmя orta cinsdir. Гений kişi cinsidir. 5 камень мужского рода и 8 календарь мужского рода. Капля женского рода, армия женского, ночь женского, новость женского. 2, 3, 6 ilə işlədə bilmərik, çünki onlar qadın cinsidir. Amma 1, 4, 5 və 8 ilə işlədə bilərik. Ona görə cavabımız B variantıdır. 19-cu sualımızın cavabı deyir həqiqi mənada olan isim. Burada məsələn mən jurnal dağı, yəni jurnalların çox olduğu üçün məcazi mənada ifadə olunub. Buludlar üzürdülər. Buludların hamar hərəkətini ifadə etmək üçün məcazi mənadır. Переносное значение. Колючий xarakter, iynəli xarakter, xasiyyət. Bu da məcazi mənadır. Sonra qızıl günəş, bu da məcazi mənadır. Amma ayının izləri, meşədə deyir qarda, biz ayının izlərini gördük. Həqiqi mənada işlənmiş ifadə edir. 20-də isə biz mətn qurmalıyıq. Mətnimiz ikinci cümlə ilə başlayır. Dil insan kimi doğulur, inkişaf edir və ölür. Ölü dillər bu o dillərdir ki, hansı ki istifadədən çıxıblar. Bugün məsələn ölü dillər hesab olunur Latin dili və qədim Slavyan dili. Bu dillər bizə keçmişin yazılı abidələrindən məlumdur. Ona görə cavabımız B variantı olacaq.